Fəridin işi bu dəfə çox ağır keçdi. Sularda xilas etmə xidmətində bir günlük işə düzələndə Batlıyor desən. başına bu qədər hadisə gələcəyini ağlına gətirməzdi. Üzməyi bilmirəm, nətər xilas edici olacam. Ağlına gəlməyən isə başına gəldi. Suda batan insanları xilas etmək istəyən Fərid çəkiliş vaxtı boğulmaq təhlükəsi ilə üz-üzə qaldı. Şəmşəvar dənizin altına girir. Birazdan heyecanlı dəqiqələri İş Həmişəvarda izləyin. Salam, hər vaxtınız xeyir olsun. ATV-də İş Həmişəvar yeni efirdədir. 4-cü gün saat 19:00-da bilirsiniz ki, hər həftə qarşınızda oluram. Bu həftəki mövzumuz isə xilas edicilərdir. Bəli, deyirsiniz Fərdi yenə xilas edicilərdən danışır. Əlbəttə ki, bilirsiniz ki, Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə xidməti və xüsusi riskli xilas etmə xidmətinin haqqında verilişlər çəkib sizə göstərmişdim. Amma bu dəfə isə yay mövsümüdür, ATV-də də isti yayın başlayıb. Artıq Fövqəladə Hallar Nazirliyinin sularda xilas etmə xidməti var. Onların iş prinsipini sizə göstərəcəm. Bugün onlardan biri olacam. Onların formasını geyinib dənizdə istirahət edən insanların təhlükəsizliyini qoruyacam. Odur ki, İş Həmişəvar başladı. Gedim rəislə söhbət edim, formamı giyinim və başlayayım işə. Maraqlıdır. Üzməyi bilmirəm, nətər xilas edici olacam. Orası çox maraqlıdır. Gəl. Xoş gördük ilk növbədə. Bilirsiniz, İş Həmişəvar verilişini mən həftə özümü bir peşədə sınayıram. Bu həftəki işim isə xilas edicidir. Sularda xilas etmə. İlk növbədə özünüzü təqdim edərdiniz. Məmnuniyyətlə. Mən deməli Dövlət Sularda Xilas etmə xidmətinin aparıcı məsləhətçisiyəm. Hal-hazırda Şıx 2-də işin aparılmasını nəzarətini yerinə yetirirəm. Çünki sezon açılıb, cəmaatın sayı çoxalır və bugün yaman hissi var. İnsanlar çoxluq təşkil edir. Bugün adətən şənbə günü insanlar nahardan sonra çoxalır. Ancaq görünür ki, sabah da hava yaxşı olacaq, çox isti olacaq. Bizim saat ən məhsul vaxtımızdır. İş vaxtıdır. Qızğın iş vaxtıdır. Çox qızğın iş vaxtıdır. İndi sizə ayırdığım vaxtda mənə də heç nə deyim, narahat qalıram ki, qıraqda vəziyyət necədir. Narahat olun, 5 dəqiqə bitiririk çəkilişimizi. Ümumilikdə mən işim haqqında danışardınız. Bugünkü işim haqqında məlumat verərdiniz. Əgər siz bizdə bu gün bir xilas edici rolunu ifadə etməyəcəksə, sizə biz əvvəlcədən veririk deməli xilas edicinin yay formasını. Yay formasını bir dəqiqə. Bu deməli şortdur, maykadır və papaqdır. Bu formada bizim xilas edicilər bütün yayı keçirlər. Sonra qış sezonu gəlir, formaları dəyişir. Hələlik siz bunu geyəcəksiniz, sonra gedəcəksiniz növbətçinin yanına, məntəqə üzrə növbətçi. O növbətçi sizə başa salacaq. Tanışlıq olacaq, çıxacaqsınız xilas edici qayıqla dənizə. Baxacaqsınız bizim sahəmizə, harada biz işimizi necə qurmuşuq, necə aparırıq. Sonra qaydandan sonra isə o sizə tapşırıq verəcək ki, siz ya dəniz sahilində olacaqsınız növbədə, nəzarətdə, ya da qalxacaqsınız xilas edici qülləyə və oradan ətrafı seyr edəcəksiniz. Su altında xilas edicilər olur, onları da çəkə bilərik də. Onları da çəkə bilərik. Onda sizi də giyindirərik. Düz sahildə onların gördüyü işlə tanış olarsınız. Özü də belə həmin o paltarda, giyinib o paltarda həmin işlə yaxından tanış ola bilərsiniz. Çox pozitiv insanlardır və maraqlı veriliş alınacaq inşallah. Oldu mənim, çox sağ olun. Mən getdim geyinməyə. Bəli, İş Həmişəvar artıq başladı. Bəli, hörmətli izləyicilər, gördüyünüz kimi artıq xilas edici geyimi geyinmişəm və nəzarətçi ilə həmsöhbət olacağım. Salam qardaşım. Salam verəkəm. Şıx 2 məntəqəsinin növbətçisi Dalğıc Muradov. Mən də Fərid Gözalov, yeni işçinizəm. Mən indi kimlə tanış edəcəksiniz, mən hara aparırsınız? Sizi indi 4 metrəli mühariç kişili qayıqla dəniz kənarı çimərlik zonasında siz gəzinti aparıb və çimənlərlə tanış çimənlərə nəzarət edib və öz göstəricinizi verə biləcəksiniz. O zaman mən tanış eləyin, zəhmət olmasa başlayım işə. Bəli, qeyd edirlər ki, ilk dəfə məni yoxlayırlar indi, gəzinti aparırlar, görün mən suya qarşı reaksiyam necədir, məndən xilas edici çıxar, yoxsa yox. Başladıq işə. Biz hara gedirik?
dəniz kənarı çimərliyi müşahidə edəcəksiniz. Gəl. Bəli, hörmətli tamaşaçılar, qayıqla çıxırıq insanlara nəzarət eləməyə. Görürsünüz nə qədər insanlar var, artıq başlayıblar çimməyə. Qayda pozuntusu eləyənləri deyəcək ki, burada çimməyin, o tərəfdə çimməyin. Başladıq. Artıq çıxdıq müşahidə eləməyə, sənlə gedirik gəzintiyə. Bəli, görürsünüz, Tofiqə bax, rejissorumuz Tofiq uzanıb maşallah, maşallah. İndi biz hara gedirik? Çimərlik zonası müşahidə eləyirik. Hə. Şarları, boyunlu məsafə var. İnsanlar yəni o zolağı keçib, yəni batma təhlükəsindən azad olmaq üçün. Yəni biz burada müşahidə aparırıq ki, şarları keçən olmasın, batan olmasın. Yaxşı, gedək müşahidəmizi aparaq. Bəli, maraqlı çəkişimiz gedir. Həqiqətən çox maraqlı bir peşədir. Sevdim bu peşəni. Bəli. İş həmişə var. Qardaşım, neçə ildir bu işlə məşğulsan? Bir ildir. Bir ildir xilas etmədə işləyirsən. Necə peşədir bu? Biraz təhlükəli olsa da, amma... Təhlükəli olsa da, yəni mənim üçün maraqlıdır. Maraqlı olduğuna görə də işləyirəm. Ne qədər bu mövsümdə neçə batan insan olur, neçə batana xilas eləmsiniz? Valla yəni bizim iş rejimimizlə, yəni yaxşı işlədiyimizə görə hələ ki batanımız yoxdur. Hələ batan yox da? Allah heç olmasın, heç olmasın. Bizim çimərlik zonasında yoxdur. Heç olmasın. Gəlin yaxınlaşırıq indi insanlara, yoxsa necə? Yox, hələ ki. Gedirik hələ ora. Bizim çimərlik zonasında yoxdur ya. Bəli, gördüyünüz kimi, hörmətli izləyicilər, bu dəfə mən Fövqəladə Hallar Nazirliyinin Sularda Xilas Etmə Xidmətinin əməkdaşlarının bir günün çəkəcəm. Görürsünüz, qayıqda indi gəzintimiz davam edir. Biz boş-boşuna gəzmirik. Görürsünüz, qardaşımız nəzarət edir çimənlərə. Hər hansı bir iraq olsun, bədbəxt hadisənin baş verməməsi üçün onun qarşısını almaq istəyirik. Bu mənim ilk təlimimdir. Məni yoxlayırlar ki, suya qarşı ilk olaraq reaksiyam necədir, məndən xilas edici tutar yoxsa yox. Görək necə alınacaq inşallah, inanmam ki, yaxşı olar. Bunu sürmək maşından çətindir. Suyun nazı ilə oynamaq lazımdır. Çox maraqlıdır amma, ləzzət eləyir sürmək. İş hər yerdə var. Düzdürmü bəlkə? Görürsünüz, insanlar çimir. Yaxınlaşaq. Gəlin deyə, orada çimənlər var. Mühərrikli qayıqla icazə yoxdur ki, insanların içinə girmək. İndi biz onları nətər? Onları ancaq sahilə çıxıb və oradan yaxınlaşıb çəkiliş apara bilərik. Beləncə, yəni insanların içinə girmək. Çünki bunda mühərrik olduğuna görə... Doğrayar cəmatı. Təhlükəli olduğuna görə, ona görə orada şarlar qoyulubdur. Şarlardan bu yana, məsəl üçün, mühərrikli qayıqlar gedir, içəri tərəfə insanlar geçir. Qəşəng ləzzətli hava var, dəniz çox sərindir, qıraq çox istidir, 40 dərəcə isti olar. Qazını artırın. Nə ilə artırın? Siz artırırsınız? Günəşin altında. İstiyin altında da həqiqətən, halal olsun sizə. İstiyin altında dayanma elə belə işləyirsiniz, dənizdə istiyin altında. Siz yazığına çəkirsiniz burada. Sodun alay biraz qurban olun, görər ya istakadiyə. Mən indiyə qədər bütün mühərrikli maşınları sürmüşdüm. İlk dəfədir ki, bir qayıq idarə edirəm. Həqiqətən ləzzətlidir. Geri qaydırıq yoxsa? Qayığın başından fırlanır, çimərlik ərazimiz qutarsın və qayda məntəqəmizə çəkilişimizi davam edək. Tamaşaçılar deyir ki, Fərid özünü çəkir. Bəli, bu kameradır. Xüsusi ekstrem kameradır. Bu əsl su üçündür bu kamera.
özüm çəkirəm. Bu selfie video adlanır. Görürsünüz. Necə? Getdi, kameramız getdi suya. Suyun bu kamerasının korkusu yoxdur. Bak. Biraz o tərəfdə, qardaşım. Təməz xəttin keçmişdi. Ona bildirdik ki, orada çimmək olmaz. İş rejiminiz necədir? Saat neçədə başlayır işiniz? Neçədə bitir? Səhər saat 9 tamamlar. Hə. Mühərrikli qayıqları suya salırıq. Bəli. İnsanlar Xilas edicilər sahil boyu gəzməyə başlayır. Bəli. Növbəsində olduğu zaman məntəqədə olur. Yəni, təyini müşahidə qülləsinə qalxmalı. Matros xilas ediciləri sahil boyu Malibu adlanan insan həyatını xilas eləmək üçün qruplar var, Malibular var. Malibu, hə. Vasitəsilə sahil boyu gəzirlər. Bəli. Və qatıb eləyən olarkən, yəni o Malibudan, qrupdan istifadə edərək, yəni onun insan həyatını xilas edə bilirsiniz. Bəli, xilas edir. Və insanlar bax keçib deyim ki, qardaş çəkil oyna da qurban olma, orada çimmək olmaz. Baxıb eləyəsən sonra üzə də bilmirəm. İnsanlar saat 12-də, hələ 12-dən başlayırlar çimməyə, şənbə günüdür. Hamı gəlib. Səhər saat hardasa 8-in yarısı, 8-dən 3. Bu istidə çimmək olmaz, əslində 4-dən 5-dən sonra girmək lazımdır. İnsandılar da, bizim ixtiyarımız yoxdur ki onlara. Və onu bilirəm, sağlamlıq cəhətdən hörmətli izləyicilər, bütün həkimlər, mütəxəssislərdir ki, səhər saatları girin suya ya da günortadan sonra girmək lazımdır. Bu qızmar istidə dənizin ortasında bizim işimiz budur, əziyyət çəkib giririk. Günorta nə var dənizdə? Günorta niyə gəlirsiniz? Gəlin günortadan sonra burada sərin olsun. Qoyun gedək abedimizi eləyək, günorta çinməyin. Ən xırda detaldan artıq traktorun test olunmasına qədər bütün prosesi sizə göstərəcəyik. İlk olaraq mühərrik əlavə olunur yarım ramaya. Burada gördüyünüz kimi hər şey əllədir. Hər şey əllə. Gedirik sınaq meydançasına. Getdik, Allah Məhəmməd ya. Bu traktorda iş bitsə də Gəncə Avtomobil Zavodunda iş həmişə var, iş hələ davam edir. Fəridin işi bu dəfə çox ağır keçdi. Sularda xilas etmə xidmətində bir günlük işə düzələndə Batdı o desən. başına bu qədər hadisə gələcəyini ağlına gətirməzdi. Üzməyi bilmirəm, nətər xilas edici olacam. Ağlına gəlməyən isə başına gəldi. Suda batan insanları xilas etmək istəyən Fərid çəkiliş vaxtı boğulmaq təhlükəsi ilə üz-üzə qaldı. İş həmişə var, dənizin altına girir. Birazdan həyəcanlı dəqiqələri İş həmişə varda izləyin. Fəridin işi bu dəfə çox ağır keçdi. Sularda xilas etmə xidmətində bir günlük işə düzələndə Batdı o desən. başına bu qədər hadisə gələcəyini ağlına gətirməzdi. Üzməyi bilmirəm, nətər xilas edici olacam. Ağlına gəlməyən isə başına gəldi. Suda batan insanları xilas etmək istəyən Fərid çəkiliş vaxtı boğulmaq təhlükəsi ilə üz-üzə qaldı. İş həmişə var, dənizin altına girir. Birazdan həyəcanlı dəqiqələri İş həmişə varda izləyin. İndi işimiz nədir? İndi işimiz matros xilas edicinin hansı vəzifədə, yəni iş görməsini, yəni Göstərəcəyik. tanış olacaq. Bu nədir? Bu Vasitədir nəsə. xilas edici Malibu.
Elə bir tutaq ki, indi insanlar burada üzür. Tutaq ki, kimsə burada İraq olsun, boğulur, bunu atırır, tutur yəni, bunu. Yəni ona çatmamış, 5 metr, 6 metr qalmış. Bunun üzərindəki ip, yəni o məsafəyə görə. Bəli, atırıq, həmin o insana qarşı o tutur və çəkib çıxardırıq. Baxın, hörmətli izləyicilər, bu dişlənmiş almanı dənizə niyə atırsınız? Bunu kim atır? Niyə atmalıyıq bunu? Təbiəti, dənizi, çimərliyi elə özləri yeyirlər, atırlar bura. Sonra gəlirlər özləri yenə də burada çimirlər. Sözüm yoxdur. Mən özüm də atdım ora. Neyiniyim ya? Burada var, ayaq qoymağa yer yoxdur bu Şıx çimərliyində. Həqiqət çox natəmizlikdir. Sizin işinizdir, sizin işini xilas etmədi, amma ümumilikdə deyirəm də. Uşaqlara bax çimir. Baləcələr. Uşaqlara bax tofi. Qum-qum oynayırlar. Hə. Burada elə bir neçə metrə o tərəfə keçə bilərlər. Bir nəfərə bax, oradan yoxdur, yoxdur. Daim nəzarətdədir. Daim nəzarətləri o şarlara qədərdir. Şarlar da qoyulmuş məsafədir, yəni 1 metr 80 sm insan boyuna uyğun gələr. Yəni o qədərdir də, yəni çimmək, yəni o şarlara qədərdir. Şarlardan o üzün mühərdəşlik qayıqlarla növbətçilik çəkilir, yəni şarlar keçən olmasın. Bir nəfər keçdi tutaqça, gedib deyirsiniz, çıx buradan çıxmır. Axırına neysə qolundan tutub çıxardasınız, yoxsa necə? Yox, yəni onu çıxardırıq bayda. Necə çıxardırsınız? Bir nəfər deyir, çıxmıram da, mənə bura xoşdur. Çıxmırsa, yəni qayıqla daim onun yanında müşahidə aparırıq ki, yəni... Yox, sizin işiniz gücünüz yoxdur, dayanıb gözləyirsiniz ki, orada çimsin. İşimiz bəli olur. Həqiqət çox məsuliyyətli işdir. Yəni olur da insan da olur, görsən içkili olur. Tərs insandır da, içkili dedi, çıxmıram. Hərə bir Maraqlıdır. Hələ gəzirik, hələ ki çox şükür, heç nə yoxdur. Olmasın deyə. Çox işin qabağında dayanmayın. Gün vurur, bu ziyanlı. 40 ildə gün vurmaq söhbətinə çıxmışam. Siz hələ gün vurmayıb. 40 ildə eşitmişsiniz hələ gün. Başıma gəlməyib belə işlər. Allah eləməsin, gəlmə. 40 il hələ buralara gelib gəlmişəm. Haralısınız? Mən şəhər şahiyəm. Biz nəyə görə deyirəm? Saat indi neçədir? Saat 12:01-dir də, belə 1. Bu vaxtı gün şüası insana təsir eləyir, olur ya, ona görə deyirəm. Aynen ki, uşaqlıqdan da ürəyim elə şey getirməmişəm. İdman deyil. Hələ bu mənim üçün idmandır. Üzməyi desən yaxşı bilirsən. Hə, uşaqlıqdan da gəlib getmişik, Şıxov idi orada. Bir dənə sual verim. Sözüm sizə, yox, sizin ətraf tərtəmizdir. Nə olar? Hə, belə bu xoşuma gəlir. İnsanlar bu yeyirlər bu yeməkləri, qarpız qabıqlarını niyə atırlar bura? Niyə eləyirlər onu? Gərək özləri şərait yaratsinlər, təmizliyi özləri. Deyirsiniz, zibil qabı qoysunlar bura. Bəli, orası da var da, zibil qabı olmalıdır. Cəmaət belə də eləmək olar, insanın özündən asılıdır. Yığsın zəmbilə, götürsün, aparsın, özü atsın, çimini. Sərhədi köçürəm. Sərhədə köçməyin, olmaz. Mən xilas... Yox, olmur, keçməyin sərhədə. Bir dənə çimin görən nətər üzürsünüz, bayaqdan deyirsiniz, üzə bilirlər. Bir dənə üzün. Bəli, görsə, qardaş mənim şərəfimə gedir dənizə kəllə vurmağa. Sərhədə keçmə, qardaşım. ATV-də isti yayın, ləzzətin çıxar yayın. Bəli, istirahət eləyirik, çəklik eləyirik. Qardaşım, gəl. Müsahibim, gəl. Profesional üzrəndir. Onlar hər gün gəlir bura. Hər gün gəldi o qardaş? Hər gün gələnləri biz tanıyırıq, daim yəni. Artıq hamıda gündəlik gələnləri tanıyırsınız? Gündəlik gələnlər yəni biz tanıyırıq. Bəli, gəzintimiz davam eləyir. Hələ sakitçilikdir. Görürsünüz, maraqlı müsahiblər də çıxır insanın qarşısına burada. Siz bilirsiniz ki, bu plastik şüşələr, mən tullantılarla bağlı veriliş hazırlamışdım. Plastik şüşə atırlar yerə, dəniz kənarına. O bilirsiniz neçə ildən sonra yox olur. 15 il lazımdır ki, o sürüsün yerdə, sürünmür bu. Bu plastik şüşəni atırlar burada, bu qalır, bu ətrafı korlayır. 15 ildən sonra, 10 il, 15 ildən sonra məcbur yox olur. Bunu belə atırlar da. İndi İraq olsun, biri boğulsa. Bir də gəl yoxlayaq bunu. Girdim, tutaq şüşə, belə yaxında belə tuturuq. Tuturuq. Belə atırsan da, nə fərqi var ya, atmaq. Hə, bildim də. Yapışlar, tutdum belə, çəkdim həmin adamı. Sirena deyilən o siqnal verən vasitənin gücü bura çatmadığına görə, yəni motorlu qayıq gəlir, insanı yəni qayıtağı sahilə. Çox həqiqətən, güclü işləyirsiniz. Təlimat verdi, dedik, qayıt geri. Qayıt geri və yanında durur. Sağ olsun, başa düşən adam da qayıtdır. Ən xırda detaldan artıq
traktorun test olunmasına qədər bütün prosesi sizə göstərəcəyik. İlk olaraq mühərrik əlavə olunur yarım ramaya. Burada gördüğünüz kimi hər şey əllədir. Her şey yerine. Gedirik sınaq meydançasına. Getdik, Allah Məhəmməd ya. Bu traktorda iş bitsə də Gəncə Avtomobil Zavodunda iş həmişə var, iş hələ davam edir. Bəli, gördüyünüz kimi indi mən bu qardaşla suyun dibinə girəcəm. Sualtı dalğıc. İndi geyimi geyinirəm. Bəli, gördüyünüz kimi geyimlərimi geyindim. Neçə kilodur bu? 8 kilo yük bağlayırlar belimə. Ona görə bunu daşımaqdan arıqlamısan. Bu nədir? Nə ağırdır bu? Öldüm ki mən. Keç. Və qaz balonunda geyinirik, hava balonu. Bu nədir? Ağzıma bunu atacağım. Yox. Bu pisliğini doldurur. Aha. Ha? Sudan rahat çıxma. Öldüm mən, yıxıldım, dayan. Çox xərabın geyinmək bir işdir. Bunu ağzıma bunu keçirdirəm. Dişlərin Təmizdir o. Suda yaxalım. Suda yaşayacaq, indi yumursuz. Düşünlə. İndi nəfəs al. Dəniz havasından yaxşıdır. Bu da manometr. Buna da. Ha, buna. Sonra elə bir açqı var. Açığı var ha. Allah. Bəli, artıq suya girməyə hazırıq. Mən eynəyim. Xoşdur. Belə yaxşıdır. Əla. Mən də belə danışıram. Bəli, hörmətli tamaşaçılar, bir həmişə var. Dənizin altına girir. Həqiqi, zarafatsız səsim özü belə çıxır, burnum sıxılıb. Bu da ayaqlarımdır. Ayaqlarımdır bu. Ged orada işin suda, buradan gedək. Bu suda geyinəcəm. Bəli, indi gedirik suyun altına. Həqiqətən ilk dəfədir bu paltara geyindik. Səsim gülməlidir, səsim neyini, burnumu tuturlar. Allah Məhəmməd! Gəl. Elə başla. Qardaş, çox yaxınlaşma, yaxınlaşmayın. Hələ ki, qayda pozan yoxdur, hamı normal sınır, ha?
Mən idarə edə bilərəm, yoxsa yox? Çətindir. Hə? Su ilə oynamaq lazımdır. Qaydanda mən sürəcəm. Bir dənə skuter qalıb, skuterdə sürək də. Olmaz gəmiyə çıxmaq. Getdik gəmiyə. Gələn dən kömək eləyirəm sənə, gözlə. Çıxmayın bura, uşaqlar. Sür, mən tutum onların qollarından. Yaxınlaşır. Ay balaca. Olmaz, uşaqlar, olmaz. Gəlin. Nə var burada? Tullanın suya. Gəl sən kömək eləyim, gəl bura, gəl ot burada. Gəl bala bura, gəl. Gəl ot bura, gəl ot arxamda. Bəli, hörmətli izləyicilər, bugünlük də bu qədər gördünüz. Həkimin səyi nəticəsində xilas oldum. Xilas edici qardaşlarının səyi nəticəsində xilas oldum. Skuterdən əlim sürüşdü və düşdüm suya. Mən həkimlər nəfəs verdilər və özümə gəldim. Su udmuşdum. Görürsünüz, xilas edicilər öz xilas edici yoldaşlarını da xilas etməyə həmişə hazırdılar. Onlar həmişə iş başındadılar. Onların işi həmişə var. Mən bugün xilas edici ola bilmədim. Çünki mən üzməyə bacarmırdım və başıma gələnləri gördünüz də. Maraqlı bir veriliş alındı. Xilas edici qardaşlar məni xilas elədilər. Sağ olsunlar, göstərdilər necə adam xilas eləmək lazımdır. Bugünlük də bu qədər. Gələn həftə 19:00-da, 4-cü gün 19:00-da görüşmə ümidi ilə getdim. Gözləyin, isti yayım hələ davam eləyir. Bir-iki buraxılışımız qalıb. İnşallah bir-iki buraxılışdan sonra sezona çıxacağıq. Sentyabrda yenidən yeni bölümlərə qarşınıza gələcəyik. Hələlik, amma hələlik.